Həftəlik bürcülər Qoç Şiroxatan bürcülərinin 28 apreldən 5 maya doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar sanki bu aralar sabitləşirsiniz. Bu həftə elə bir zaman olacaq ki, sanki belə deyim də, psixoloji olaraq özünüzü sabitləşdirəcəksiniz, özünüzün aktivləşməsini, özünüzün güclənməsi ilə bağlı, belə deyim də, stabilliyi vurmağı bacaracaqsınız. Sadəcə burada narahat edən başqa bir məqam var, qoçlar. Zamanla mübarizəyə bu həftə girməklə çox böyük səhv addım ata bilərsiniz. Çox böyük özünüzü yanlışa doğru apara bilərsiniz. Çünki bu həftə ən çox narahat edən məqamlar eviniz, malınız, mülklə bağlı bütün problemlərinizi həll eləməsi, mal mülklə bağlı nə narahatçılıqlar varsa, bu həftə onları aktivləşdirməsi və öz dəngənizi bu həftə sağalda biləcəksiniz. Yəni öz dəngənizi stabilləşdirə biləcəksiniz. Həm psixoloji olaraq, həm sağlamlıq olaraq, həm danışıq ünsiyyət olaraq özünüzün normal şəkildə olduğunuzu insanlara bildirməyə bacaracaqsınız. Günəş sizin yanınızdadır. Zaten siz o ünsur olduğunuz üçün, enerjini günəşdən aldığınız üçün belə deyim də uzaq məsafəli planları beyninizdə bu həftə qura bilərsiniz. Və bu həftə öngörücü olmalısınız. Yəni mən bu addım atıramsa nəticəsi belə ola bilər. Bu sözü danışıramsa, analiz etmə qüvvəmizi bu həftə qoçlar çox aktiv şəkildə gücləndirməsi və ən çox da qoç qadınlar. Bu həftə iki maskalı olacaqsınız. Yəni bir gün mələk olub, bir gün şeytan olacaqsınız. Və bunun nəticəsində həftənizi qadın olaraq sevgi, şəxsiyyət baxımından, maddesal baxımından çox uğurlu bir pozisiyaya sala bilərsiniz. Ümumi dəyərləndirəndə əslində pis həftə deyil qoçlar. Sadəcə mən narahat edən bir məqam, zamanla mübarizəyə girdiyiniz bir anda ətrafınızda heç kəsi görmürsünüz. Və unutmayın, ətrafınızda olan bəzi ailə üzvləriniz var ki, onlar sizi qidalandırır, onlar sizi gücləndirir. Bunlara fikir versəz, psixoloji dəstəklərinizi daha da davamlı etməyə çalışsınız, daha uğurlu olacaqsınız. Həftəniz ümumi dəyərləndirsə 71%-ə qədər uğurludur. Şirlərə gələndə isə şirlər gözünüz aydın olsun. Mayın 1-dən başlayırsınız, qabağa alınmaz və belə deyim də çox güclü bir vəziyyət, özünüzün inam, qüdrət və hətta daha da aktivləşmiş bir vəziyyət olacaq. Amma görürsünüz bu dəqiqə hal-hazırda bu həftə ayın 28-dən başlayaraq pulla, sənədlə, maddiyyatla bağlı nə problemləriniz varsa onları hamısını həll eləməyə, onların hamısını ödəməyə və gecikdirməməyə çalışacaqsınız bu həftə ərzində. Bu həftə öz qüdrətinizi elə göstərəcəksiniz ki, nəyə qadir olduğunuzu, danışığınızla, sözünüzlə, hərəkətinizlə hansı güclü olduğunuzu bildirməyə bacaracaqsınız və şans bu həftə gəlir sizə. Həftənin 3-cü gündən sonra şirlərə elə bir şans, elə bir xəbər gələcək ki, sanki çoxdan da o belə deyim də parlayan ulduzu gözləyirsiniz və ulduz sizə doğru gələcək. Bu həftə mələklərin sizi qoruduğunu da görəcəksiniz. Çünki evrən mələk olaraq, enerji olaraq belə deyim də, hər tərəfdən sizi qoruduğunu, hər tərəfdən şanslı olduğunuzu sizə göstərəcək. Bu həftə məncə çox gözəl həftədir. Çünki çox gözəl həftə başlayır. Yeni bir tanışlıqlar, yeni bir başlanğıclar ola bilər. Kimlərlə küssüzsə onlarla barışa bilərsiniz. Kimlərə addım atmaq istəyirsə, bu həftə onlarla addım atıb stabilliyi vura bilərsiniz. Ümumi dəyərləndirsək, bir balaca ürək damar sisteminizdə və ciyər sisteminizdə narahatçılıqlarınız olacaq ki, onların qabağını alsaz, bədənsel sağlamlığınızı stabilləşdirə bilirsiniz. 87%-ə qədər, 88%-ə qədər həftənizi uğurlu edə bilərsiniz şirlər. Oxatanlara gələndə isə oxatanlar qış yuxusundan oyanma zamanıdır. Yaz gəlib. Yəni bu dayanmağınız, bu tənbəlliyiniz, bu qərarsızlarınız, bu qorxunuz, bu içinizdəki öfkə, aqressiya nə zaman bitəcək? Hər şeyi dağıtmaq istəyirsiniz, hər şeyi parçalamaq istəyirsiniz, hər kəsə öz yerini, hər kəsə qarşı içinizdəki qıcığı, aqressiyanı, negativliyi bildirmək istəyirsiniz. Problem sizdədir, problem ətrafda deyil oxatanlar. Özünüzlə danışmaq və yaxud da psixoloji seanslara getməyinizi məsləhət görürəm. Gözünüzə eynək taxırsınız və elə bilirsiniz ki, görmürəm heç nəyi. Elə düşünürsünüz, heç kəs məni görmür və mən də görmürəm. Hər kəs sizi görür və hər kəs sizi analiz edir. Bu dəqiqə səhv negativ enerjidə sizin olduğunuzda hər kəs, siz daxil belə bilirsiniz. Oxatanlar dəyişmə zamanıdır. Alovunuzu, öfkəvizi, şeytana doğru yönəldiyiniz beyin və məntiqinizi dayandırmalısınız. Hər kəs pis ola bilməz. Demək, hansısa bir məqamda özünüzdə problem var. Və evinizdə, ailəvinizdə olan negativi çölə çıxartmalısınız. Beyninizdə olan mənfiliklərdən çıxmalısınız. Çünki bu dəqiqə elə bir əlinizdə qılınc ətrafa qarşı dayanmış bir vəziyyətdəsiniz. Bu belə desə elə deyim, o elə desə belə deyim. Problem sizdədir oxatanlar. Dəyişim etsəz 63%-dən yuxarı qalxa bilərsiniz. Bu dəqiqə nə maddiyyatınız stabil deyil, nə psixologiyavız stabil deyil, nə də şəxsiyyət olaraq stabil vəziyyətdə deyilsiniz. Bunun da səbəbkarı sizsiniz. Bunu düzəltmək sizin öz əlinizdədir. Düzəldə bilərsinizmi? Əlbəttə ki, düzəldə bilərsiniz. Özünüzü aktivləşdirin. Çünki bu gedişat sizin həm psixologiyavızda, həm sağlamlığınızda ən çox da belə deyim də, ailə üzvləriniz tərəfindən qınağa çəkilmiş bir vəziyyətdir.